Mən elə bilirəm ki, mən çox cəsarətli qərar vermişəm və bu çox adamın verə bilməyəcəyi qərardır, bayaq dediyim kimi. Və bizim bir əməkdaşımız var. Mənə dedi ki, İlham müəllim, bizim bu işimizin sonu necə olacaq? Yəni biz özümüzə iş axtaraq. Bu mənə o qədər təsir eləmişdi ki, ən təsir edən sözlərdən biri olmuşdu. Çünki mənim bir öhdəliyim var. O öhdəliklərdən birinci amil insan amilidir. Çünki burada bir neçə insan ailəsinə çörək aparır, ailəsinə pul qazanır, ailəsini dolandırır bizim bu şirkətdən və mən bunları heç bir zaman tək qoya bilməzdim. Çünki mənim üçün əlbəttə ki, status da önəmlidir, dövlət işində işləyirik, yəni bu adda, amma hamısından daha vacib mənə inanan insanların gələcəyidir, sosial məsələləri idi, problemləri idi. Fikirləşmirdim ki, ikisi bir yerdə ola bilər. Artıq bu ağlımda deyildi, ya dövlət işini davam eləməliyəm, ya da mən artıq özəl şirkətim, işçilərimə deməliyəm, artıq biz şirkətimizi fəaliyyətini dayandırırıq. Mən elə bilirəm ki, mən çox cəsarətli qərar vermişəm və bu çox adamın verə bilməyəcəyi qərardır, bayaq dediyim kimi. Artıq şirkətimizin üzərinə gəldim və 2025-ci ildə biz artıq yeni bir mərhələyə qədəm qoyduq. Artıq biz yeni avadanlıqlar aldıq, artıq biz daha çox istehsala yönəldik və nəticədə çox da uğurlar əldə elədik açığı son 2 ildə. Yəni son 2 ildə əldə elədiyimiz uğurlar, biz 17 ildir fəaliyyət göstəririk. 2 ildə elədiyimiz 14 ilin ən şahıdır. Bu dəzgah bizim soyuducu cihazlarımızın istehsalında, xüsusilə gövdə hissələrinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edir. Bu dəzgah olmadığı müddətdə biz buradan çıxan məhsulları, yəni burada kəsməli olduğumuz məhsullar digər yerlərdə kəsilirdi və buna görə də xüsusi ödənişlər ödəyirdi və bu da bizim məhsulumuzun mayə dəyərinin artmasına gətirib çıxarırdı. Amma bu günləri bu dəzgahı biz aldıqdan sonra artıq bu kimi məsrəflərdən biz azad olmuşuq və bu da məhsulumuzun mayə dəyərinin aşağı düşməsinə və bazarda uyğun qiymətli məhsulun təqdim olunmasına gətirib çıxarır. Bu da bizdə qabaqlar yox idi və bunun üçün də biz xüsusi yerlərdə, sexlərdə və yaxud istehsal yerlərində bu dəzgahın işindən istifadə edirdik. Bu dəzgah da yenə dəyərli bir dəzgahdır və bizim istehsalımızın əsas elementlərindən biridir. Biz kəsimdən çıxan detalları bu dəzgah vasitəsilə əyib və xüsusi formaya salıb, ondan sonra yığım montaj sexinə göndəririk. Orada soyuducu cihazlarımızın hissələri tam olaraq bitmiş hesab olunur. Yaxşı komandamız var bu gündə. Heç bir şirkət tək rəhbərdən ibarət deyil. Bu bir komanda işidir. Hər bir şirkətin uğuru komanda işidir. Mən hər zaman gənclərə də deyirəm, yeni əməkdaşlığa qoşulan əməkdaşlara deyirəm, bir şeyi arzulamaq, bir şeyi hədəfləmək uğurun yarısıdır. Əgər sən bir şeyə uğurlu olmaq istəyirsənsə, mütləq sən neysə birinci hədəf qoymalısan qarşıya və ona doğru arzularına doğru getməyi bacarmalısan. Yəni digər məsələlər artıq sənin özündən asılı olan bir şeydir, atdığın addımlardan asılı olan bir şeydir və ətrafında yığılan komandadan asılıdır.